Bir gün Həsən Əl-Bəsri rahimehullah gecə yuxudan oyanır, dəstəmaz alır, namaz qılır və başlayır ona zülm etmiş kəs üçün dua eləməyə. Belə dua edir: Allahım, mənə zülm edənləri bağışla. O qədər dua edir ki, səsini çöldən keçən bir nəfər eşidir. Səhər açılanda həmin kişi gəlir Həsənin yanına deyir: Ey Əbu Said, axşam evinin yanından keçirdim. Səsini eşitdim. Sənə zülm edənə dua edirsən. O qədər dua etdin ki, hətta arzu etdim ki, sənə zülm edən o kişi mən olum. Səni belə dua eləməyə məcbur edən nə idi? Həsən Əl-Bəsri rahimehullah cavabında deyir: Uca Rəbbimin bu ayəsi, bununla belə hər kəs pislik edəni bağışlasa və onunla barışsa, onun mükafatı Allaha aiddir. Əş-Şüara surəsi 40-cı ayə. Bu Həsən Əl-Bəsrinin rahimehullahın gözəl əxlaqını və bağışlamağı vurğulayan bir hekayədir.